Salam əziz dostlar və izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün sizin dünyanın idarə olunmasının adı çəkilən, masonlar əlaqəsi olmaqda adlandırılan bəşər tarixinin ilk milyarderi Rockefeller ailəsi. Bu qulaq asacağınız hekayə böyük balıqların sadəcə kiçik balıqlar deyil, digər böyük balığı yeməsinin hekayəsidir. Daha hansı insanlar, milyarderlər haqqında danışmağımı istəyirsinizsə, rəy bölümündə yazın. Xanədanın rəisi John Davidson Rockefeller 8 uşaqlı yoxsul kəndi ailəsindən doğulan bu insan dünyanın zəngin insanı olmaq üçün nə etdi? Gəlin ona baxaq. Kasıb olduqlarından oxumağını yarımçıq qoyub 16 yaşında Hewitt & Tuttle şirkəti onun mühasib köməkçisi vəzifəsini işə götürür. 4 il keçəndən sonra artıq 20 yaş olan John Rockefeller təcrübəli biri idi və öz ortağı ilə bərabər şirkətini qurur. Əvvəl buğda, duz, donuz əti ticarət etsə də, neft adı verilən maddə onun dönüş nöqtəsi olur. O zaman neftin qiyməti bilinmirdi və dəyərsiz bir şey hesab olunurdu. Təsəvvür edin ki, motorlu maşın belə yaradılmayıb və qatar, gəmilərdə yanacaq kimi kömürdən istifadə olunurdu. O zaman insanlar da balina yağı istifadə edirdilər. Lampalarda, işıqlandırmada. Balinalarda çox kullandığından artıq balinalar tapılmırdı və balina ovlamağa gedən gəmilər uzun müddət geri dönmürdü. Balina yağındakı qiyməti bahalaşmışdı. O vaxtki texnologiyalı neft çıxarma işi çətin idi və metallərlə qazırdılar, heç bir şey çıxmırdı. Rockefeller heç işini şansa buraxar. Neft çıxarmada işi çətinliyi görmüşdür. Bir damcı belə neft çıxarmadan neft satanlardan nefti alıb, kimyagər ortağı ilə nefti rafin etmək, yəni xam nefti emal edib, daha işlənə bilən neft məhsullarını çevirməyə istiqamətlənir. İstədiyini əldə edib, yəni kerosin əldə etdikdən sonra artıq lampalarda təhlükəsiz yanma olacaq. 1860-cı illərin sonunda neft sektorunda çox istehsal başlayır və hər yerə neft rafinərləri qurulur. Neftdən pul qazanmaq üçün neftin qiymətini istehsal edənlər aşağı salırlar, rəqabət güclənir və Rockefeller bunun bir çarəsini tapmalıdır. Digər rafinərləri də idarə etməlidir, amma buna çox pul lazımdır. Bir nəfərdən yardım alıb standart keyfiyyətdə kerosin hazırlayan Standard Oil şirkətini qurur. Anonim şirkət olduğuna görə hissələrini sərmayə artırmaq üçün sata biləcəklər və 2 il içində Standard Oil şirkətinin sərmayəsi $1 milyon 3.500.000 dollara qalxır. Təsəvvür edin. Rockefeller hissələri satıb şirkətə pul axını yaradır və digər kiçik rafinərləri də alır. Rockefeller vaxt keçdikcə pul verib ortaqların hissələrini alır və Standard Oil şirkətinin ən böyük hissədarı olur. Rockefeller ziyanlı olsa belə aldığı kiçik rafinərlərin neft qiymətini aşağı salır və digər böyük rafinərlər də neft qiymətini aşağı salmaqla təhdid edir. Deyir ki, ya Standard Oil-ə qatılarsınız, ya da yox olarsınız. 4 ay içindəki Cleveland-dəki 26 rafinərdən 22-sini alır. Geridə qalanlar da onunla mübarizəyə girmədən ona qatılır. Elə bir monopoliya qurur ki, neft qiymətinə öz nəzarət